Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün yanvarın 29'u da ay tamamlanır. Ay mükemmel oldu. Təbii ki qızıldan söhbət açılır. Qızıl yenidən rekord səviyyə 5595'e dəydi. Demək olur ki 5600'e 6000'e bir şey qalmadı uşaqlar. Amma bundan öncə biz 800 dollarlıq və 1800 dollarlıq bir eniş haqqında əsasən 800 dollar demişdim. İndi 1800'e qaldığını deyirsiniz. 800 doları ilk önce bir 400 dolarda sonra 800 dolar bir eniş hakkında məlumat verərək sizə. Təbii ki ilk önce koreksiyalardan söhbət açaq. Yəni qızılda bugün günün ikinci yarısından sonra koreksiyalar başlayır. Əsas koreksiyalar isə sürətli koreksiyalar sabah cümə günü 7 saatdan 11'den sonra baş verməlidir. Təbii ki bunu biz Signal kanalında paylaşarıq inşallah. Və bugün Signal kanalında biz 5545'ten satış əməliyyatında artıq 22 dollar gəlirdədir. Yəni hədəflər, aşağıdakı hədəflər hansılar olacaq? Aşağıdakı hədəflər 5472, 5411'lərdir. Çox üzr istəyirəm.